Salam, hər vaxtınız xeyir olsun. Bir daha Kiyev şəhərindən bütün Azərbaycana, bütün dünya Azərbaycanlılarına salam olsun. Dostlar, sizə olmuş bir əhvalatı danışacağım, hansı ki mənim başıma gəlib. Ümumiyyətcə məni tanıyanlar hamı bilir. Harda olmağımdan asılı olmayaraq Azərbaycandan kənarda, harda oluramsa olum, mənim həmişə maşınımda Azərbaycan bayrağı olub. Bu mümkünsüzdür. Yəqin ki, məni tanıyanlar etiraf eləyərlər. Bu mümkünsüzdür ki, mən Azərbaycandan qıraqda olum və orada Azərbaycan bayrağı, mənim maşınımda Azərbaycan bayrağı olmasın. Belə bir şey, yəni olmayıb, ola da bilməz. Yəni bu günə qədər olmayıb, mümkünsüzdür. Bir gün mənim maşınıma iki nəfər cavan oğlan mindi, Ukraynalı yerli vətəndaşlardır. Çox belə deyim, hündürboy, yəni zdarovu belə deyim də. Biri arxada oturdu, biri qabaqda oturdu. Bunlar Azərbaycan bayrağını gördülər. Artıq bizdə bir yaxşı mənada bir səmimiyyət yarandı və yol boyu bunlarla söhbət eləyəsi olduq. Düşənə yaxın qabaqda oturan birinci məndən icazə aldı. Yəni bu insanın bayrağa qarşı hörmətinə birinci baxın. Məndən icazə aldı. Olarmı sizin bayrağınızı öpüm? Və bu insan fikirləşdi ki, birdən icazəsiz bayrağa toxunaram, belə deyim, mənim xətrimə dəyər. Birinci icazə aldı, olarmı ki, sizin bayrağınızı öpüm? Dostlar, bunu tam səmimiyyətimlə deyirəm. Mən dedim, olar. İnsan bayrağı öpdü, gözünün üstünə qoydu və Slava Ukrayina, Slava Ukrayinu, Slava Azərbaycan dedi və maşından düşdü. Yəni dostlar, sözümün canı odur ki, millətimin başı dünyanın istənilən bir ölkəsində, istənilən bir yerində daim dikdir və bayrağım isə dünyanın istənilən bir yerində, istənilən bir ölkəsində daim zirvələrdədir. Bununla fəxr etmişik, fəxr edirik və ümid eləyirəm ki, gələcəkdə də yenə fəxr edəcəyik. İndi kimlərsə fərdi olaraq Azərbaycandan qıraqda və yaxud da Azərbaycanın daxilində nələrsə eləyirlərsə, Allah onlara da insaf versin. Ayrı nə deyə bilərik? Bir daha özünüzdən müğayət olun. Kiyevdən hamınıza, bütün Azərbaycana, bütün dünya Azərbaycanlılarına bir daha salam olsun.